sualım belədir ki, son illərdə peşə təhsilinə artan marağı əsas səbəblərini nədə görürsünüz? Məzahir bəy, buyurun. Peşə təhsilinə marağın artması bir tərəfdən valideynlər üçün çox vacib bir çağırışdır. Bu ancaq onunla əlaqəlidir ki, bizim adətən valideynlərimiz daha çox ali təhsil müəssisələrindən evladlarının məzun olmasını arzulayırlar və bu istiqamətdə böyük pullar xərcləyirlər, repetitorlar tuturlar və artıq son illərin trendi başqa bir şey deyir. Peşə təhsil mərkəzi ali təhsil müəssisələrinə, daha doğrusu məzunlarına alternativ deyil, sadəcə olaraq əmək bazarına gedən yolun ən qısa bir variantıdır. Yəni, bugün peşə təhsil mərkəzlərindən məzun olan şəxslər artıq ali təhsil müəssisələrinin məzunlarından tez əmək bazarına girə bilirlər. O cəmiyyəti də maarifləndirək. Məsələn, mən şəxsən bir 50-60 nəfərin iştirak elədiyi bir media turda olmuşam Lənkəran peşə təhsil mərkəzində, Cəlilabad peşə təhsil mərkəzində. Bunların hər ikisində kifayət qədər nümunə gətirə biləcək, belə deyək də, əlimdə əsaslar var. Düzdür, bu veriliş formatı ona imkan verməz ki, bütün o məsələlərlə bağlı biz geniş, uzun danışa bilərik. Amma müəyyən detallar var ki, bunu mütləq tamaşaçıya çatdırmalıyıq. Məsələn, turizm məsələsi ilə bağlı mən xüsusi qeyd etmək istəyirəm ki, bizim Qəbələ Peşə Təhsil Mərkəzinin bu sahədə çox böyük təcrübəsi var və mən sizə deyərdim ki, bu artıq bu səviyyə universitetlərlə belə deyək, müqayisə olunacaq dərəcədədir. Məsələn, orada dual tədris mərkəzləri var ki, hansı ki, artıq peşə təhsil mərkəzinə müraciət edən, yəni qəbul olan şəxs xüsusi deməli otellərdə birbaşa praktik həm tədrisi keçir, həm təcrübəni qazanır. O baxımdan sizin o sadaladığınız faktorları mən əyani bir sübutu kimi iştirakçısı olduğum üçün, yəni özüm şahid olduğum üçün onların izahını verim ki, bizim bugün valideynlərimiz o gərginliyi, həyəcanı yaşamasınlar ki, bizim evladlarımız əgər deyək ki, yüksək nəticə göstərə bilməsə, onlar deyək ki, cəmiyyət üçün yararsız adamlardır. Mən düşünürəm ki, onlar üçün bəlkə də o daha sürətli əmək bazarına giriş imkanları artacaq və onlar üçün yaxşı peşə qazanmaq, elə bil ki, gələcək üçün daha geniş yollar açacaq. Səbiyyə xanım, siz peşə təhsilinə artan marağın səbəblərini nədə görürsünüz bəs? Xoş gördük hər birinizi. Məzahir müəllimin sözünə qüvvət olaraq bildirmək istəyirəm ki, bəli, bugünkü gündə peşə təhsilinə olan maraq əvvəlki illərin statistikasına görə dəfələrlə artan dinamikada müşahidə olunur. Bunun da digər səbəbləri peşə təhsil müəssisələrində infrastrukturun daha da fərqlənməsi, inkişaf etməsi, mütəxəssislərin müəssisələrə, peşə təhsili müəssisələrinə cəlb olunması. Bugün peşə təhsilində yaradılan subbakalavr səviyyəsi var ki, hansı ki, həmin o pilləni bitirən tələbələr birbaşa olaraq ali təhsil almaq şansı əldə edirlər. Yəni, imtahan vermədən ali təhsil ala bilirlər. Bəli, eyni ixtisas və eyni istiqamət üzrə onlar ali təhsil ala bilərlər. Deməli, bir tələbəm var idi, qrafik dizayner üzrə valideynin təkidi ilə ixtisasını bitirdi. Biz dəfələrlə valideynlə söhbət aparılmasına baxmayaraq, qızını o bildirdi ki, valideyn, xeyr, mən istəyirəm ki, mənim evladım qrafik dizayner ixtisası üzrə mütəxəssis olsun. Həmin qız, həmin o təhsil müddətini 3 il bitirdikdən sonra yenidən bir illik aşpazlıq ixtisasına gəldi, bitirdi və bu il həmin o qız, mən mütəmadi olaraq maraqlanıram məzunlarımızla, aşpaz kimi fəaliyyət göstərir çox belə prestijli bir restoranda və eyni zamanda bu ilki ildə bizim bir illik qrupumuzda bir aşpaz ixtisasına bir tələbəmiz artıq imtahanı verdi, dünən məzun oldu. Həmin o xanım xaricdə yaşamaq üçün gedəcək və bir ilini o aşpaz kimi, hansı ki, iqtisadiyyat təhsilini, ali təhsilini iqtisadiyyat üzrə bitirmişdi. Almaniyada onlar yaşamaq üçün gedirlər və aşpaz diplomunu əldə etdikdən sonra mənə çox qəribə gəlir ki, yəni niyə görə mən həmin o ali təhsildən gələn tələbələrlə birbaşa otururam, maraqlanıram, mənim üçün çox maraqlıdır. Çünki bundan əvvəl də bir tələbəmiz var idi, qrafik dizayner ixtisası üzrə gəlmişdi. Yəni, bu arada bunu deyim ki, ən çox tələb olunan sahələrdən biri də qrafik dizaynerdir, web dizaynerdir və həmin tələbə hüquq ixtisasını bitirmişdi. Qrafik dizayner kimi illərdir məşğul olur. Sadəcə onun hal-hazırda işlədiyi şirkətdə onun peşə diplomu, yəni ixtisas üzrə diplom istəyirlər. Ona görə o da bir illik təhsilini qrafik dizayner üzrə bitirdi. Dual təhsil bugünkü gündə peşə təhsil mərkəzlərində daha çox tələbənin, daha çox gəncin işlə təmin olunmasına xidmət edir. Dual təhsil pilləsinə müraciət edən tələbələr, onlar elektron qaydada digər tələbələr kimi müraciət edirlər peşə təhsil müəssisələrinə və onlarda seçim mərhələsi olur. İkinci tur seçim mərhələsi olur. Onlar o seçim mərhələsində işə götürən müəssisələrin əməkdaşları ilə birbaşa
müsahibə keçirdikdən sonra peşə təhsili müəssisələrinə gələn tələbələrə artıq onlara məlum olur ki, həmin o işə, həmin o sahəyə uyğundurmu, uyğun deyilmi? İndi dual peşə təhsil sisteminin üstünlüyü digər belə deyək sahələrdən daha çoxdur. Çünki onlar belə deyək, həftənin 5 gününün 3 və yaxud 2 gününü işə götürən müəssisələrdə həm təcrübə keçirirlər, həm də eyni zamanda onlar nəzəri təlim keçirirlər. Bununla da bəli, işin içində həm oxuyurlar, həm də öyrənirlər. Bəzi hallarda da onlardan iş dəvəti alırlar. Bəli, iş dəvətləri. Yəni bu il bizim Texnik və Texnologiya Peşə Təhsil Mərkəzində bu ildən dual təhsil sistemi 3 ixtisas üzrə elektrik, aşpaz və geyim üzrə dizayner ixtisası üzrə dual təlimə cəlb olunacaq və bu da biz düşünürük ki, bizim məzunların işə götürmə göstəricilərinin daha yüksək olmasına gətirəcək. Və gənclərə buradan demək istəyirik ki, əziz gənclər, seçimlərinizi doğru seçin. Peşə təhsili olan gənclərə uğurlar arzulayırıq. Təhsil arenasına baxırdınız. Sağ olun, salamat qalın.